Salam əziz tarix sevərlər. Bu günlərim biz Fransa 11-16-cı yüzilliklərdə mövzusunu öyrənəcəyik bərabər. Deməli, 9-11-ci əsrlərdə Qərbi Avropada feodal dağınıqlığının ən bariz nümunəsi Fransa hesab olunurdu. Vahid dövlət sayılsa da, diqqət edin, vahid dövlət sayılsa da, iri feodal mülklərinə bölünmüşdü. Bu dövrdə yalnız paytaxt Paris və Orlean arasındakı torpaqlar kral mülkü hesab olunurdu ki, bunu siz burada lövhədə görə bilirsiniz xəritədə. Paris və Orlean şəhərləri arasındakı torpaqlar kralın domeni, yəni mülkü hesab olunurdu. Deməli, 10-cu əsrin sonlarında ölkə Kapetinglər sülaləsi tərəfindən idarə edilməyə başlamışdı. Yəni 10-cu əsrin sonlarında Kapetinglər sülaləsi hakimiyyətə gəlmişdi. Deməli, feodal münasibətlərin inkişafı və kənd təsərrüfatına baxaq. 11-ci əsrdə deməli Fransada kənd təsərrüfatı inkişaf etməyə başladı. Yeni qoşqu sistemi nəticəsində atdan istifadə, əkin və digər kənd təsərrüfatı işlərinin müddətini azaltdı və əmək məhsuldarlığı artdı. Bu dövrdə aramsız daxili və xarici müharibələr feodalların təsərrüfatına məşğul olmasını məhdudlaşdırdığı üçün onlar torpaqlarını istifadə üçün kəndlərə paylamağa başladılar. Yəni, bu müharibələrdən vaxt eləyib özləri öz torpaqlarını əkib becərə bilmirdilər və ona görə də kəndlərə icarəyə verməyə başladılar. Nəticədə kəndlər istifadəsində olan torpaq payından daha səylə çalışmağa başladılar. Feodallara isə bu kəndlidən aldığı vergi biyardan daha da çox sərf eləyirdi. Fransanın şimalından fərqli olaraq cənubunda, yəni Fransanın cənubunda deməli, feodallar müstəqil idilər, feodal münasibətləri zəif inkişaf etmişdi. Fransanın cənubunda feodal münasibətlərinin zəif inkişaf etməsində öz səbəbləri var idi. Deməli, burada şəhərlərin inkişaf etməsi idi. Şəhərlər inkişaf etmişdi. Bir səbəbi bu idi. Digər səbəbi isə dağlıq bölgələrdə azad icmaların qalması idi. Azad icmaların mövcud olması və şəhərlərin deməli müstəqil olması, şəhərlərin inkişaf edərək müstəqil olması burada, yəni Fransanın cənubunda deməli feodal münasibətlərinin zəif inkişafına gətirib çıxarmışdı. Feodal dağınıqlığı şəraitində Fransanın şimalı ilə cənubu arasında sosial, iqtisadi və siyasi inkişaf fərqləri var idi və bu fərqlər də imkan vermirdi ki, Fransada vahid xalq formalaşsın və bu mane olurdu. Burada yaşayan əhali fərqli dillərdə danışırdı və bu da feodal dağınıqlığını daha da gücləndirirdi. Fransada feodal şəhərlər, yəni Avropada sənətkarlığın kənd təsərrüfatından ayrılması nəticəsində 10-cu əsrdə feodal şəhərləri yaranmağa başladı Avropada. Roma dövründən qalmış şəhərlər var idi ki, hansı ki o köhnə şəhərlər, onlar bərpa edildi. Bərpa edilməklə yanaşı yeni şəhərlər də salınmağa başladı. İlk dövrdə kənd təsərrüfatında çalışan şəhər əhalisi tədricən sənətkarlıqla, ticarətlə məşğul olmağa başladı. Fransanın cənubu və şimalındakı şəhərlərin inkişafına da baxsaq bir fərq görərik. Ona görə ki, Cənubi Fransada şəhərlərin yaranması və inkişafı xarici ticarət əlaqələrinin genişlənməsi ilə bağlı idi. Fransanın cənubundakı şəhərlərin inkişafına təsir edən amillər isə, məsələn, səlib yürüşlərinin olması, keçirilməsi, şərq ölkələri ilə ticarət əlaqələri üçün daha əlverişli mövqelərdə yerləşməsi, şəhərlərdə geniş ticarət əlaqələri olan İtaliya və İspaniya ilə yaxın olması. Fransanın şimal hissəsində isə vilayətlər arasında iqtisadi əlaqələr daha tez yaranmağa başladı. Bu əlaqələrin əsasında şəhərlərdə sənətkarlıq üçün zəruri olan xam mal və kənd təsərrüfatı mallarının mübadiləsi dayanırdı. Hər bir vilayətin müxtəlif məhsulların istehsalı üzrə ixtisaslaşmış olması iqtisadi baxımdan şəhərləri bir-birinə bağlayırdı və iqtisadi birlik inkişaf eləyirdi. Diqqətlə baxsaq, 13-cü əsrdə, əsrin sonunda daha doğrusu, biz görərik ki, Paris
Paris şəhəri bütün Fransanın, ümumiyyətlə Şimali Fransanın iqtisadi mərkəzinə çevrildi. Bu Fransanın siyasi birləşməsinə də təsir göstərdi. Şimali Fransa şəhərləri daxili bazarın formalaşmasında fəal rol oynadıkları üçün ölkənin siyasi cəhətdən birləşməsində maraqlı idilər. Ona görə də 13-cü əsrdə bu şəhərlər kral hakimiyyətini müdafiə edirdilər. Fransada mərkəzləşmiş dövlətin yaranmağa başlaması mərhələlər üzrə getmişdi. Deməli, burada diqqətlə baxsaq görərik ki, Fransanın şimalında Normandiya vilayəti var. Normandiya hersoqluğunun hersoqluğunun İngiltərə taxtına iddiası var idi. Niyə? Çünki vaxtilə bu iddianın əsasında onun vəfat etmiş, yəni Normandiya hersoqluğunun vəfat etmiş İngiltərə krallığı ilə qohumluq əlaqəsi dayanırdı və Normandiya hersoqluğu İngiltərə kralı ilə olan qohumluq münasibətini önə çəkərək İngiltərə taxtına iddia irəli sürmüşdü. Deməli, Vilhelm 1066-cı ildə İngiltərəyə yürüş edərək, yəni 1066-cı ildə İngiltərəyə yürüş elədi Vilhelm və burada İngiltərəni işğal etdi, özünü İngiltərə kralı elan etdi, Fransadakı mülklərini də öz nəzarəti altında saxladı. Biz bilirik ki, Fransanın şimalında Vilhelmin mülkü mövcud idi. 12-ci əsrdə Fransada mərkəzləşmə siyasəti üçün sosial-iqtisadi zəmin yarandı və buna görə də ölkənin şimalından başlayaraq birləşmə prosesinə başlandı. Bu dövrdə ölkədə kral hakimiyyəti feodal özbaşınalığına qarşı mübarizə aparırdı, şəhərlərin sənətkarlıq və ticarətin inkişafına şərait yaradırdı. Mərkəzləşmiş dövlətin yaranmasında ən böyük maneə isə iri feodallar idi. Onların aralarındakı aramsız müharibələr dövlətin zəifləməsinə və kral hakimiyyətin bu feodal mülklərin zəifləməsinə və kral hakimiyyətin güclənməsinə səbəb olurdu. Deməli, 12-ci əsrin sonu 13-cü əsrin əvvəllərində Fransanın ərazisinin bir hissəsini öz nəzarəti altında saxlayan İngiltərə kralına qarşı mübarizə başlandı və nəticədə Normandiya ilə Akvitaniya birləşdirildi. Normandiya plus Akvitaniya Fransaya birləşdirildi. Daha sonra 13-cü əsrin əvvəllərində Tuluza qraflığı da birləşdirildi. Tuluza qraflığının birləşdirilməsi Fransanın cənub-qərbinin təxminən bu ərazinin Fransanın cənub-qərbinin ingilislərdən azad edilməsinə şərait yaratdı. Fransa ərazisinin yalnız kiçik hissəsi İngiltərə işğalında qalırdı. Krala tabe olan ərazilərin genişlənməsi həmin ərazilərin mərkəzdən idarə edilməsini zəruri edirdi. Bu əraziləri kralın təyin etdiyi məmurlar idarə edirdi. Bu dövrdə Fransada kral hakimiyyətin güclənməsi üçün bir sıra islahatlar keçirmişdi. Bu islahatlar məhkəmə sahəsində belə idi ki, kral məhkəməsi mərkəzi hakimiyyətə tabe olan ərazilərdə ali məhkəməyə çevrilmişdi. Mərkəzi hakimiyyətlə yerli hakimiyyət orqanları arasında əlaqə yaratmaq üçün xüsusi kral müfəttişləri təyin edilirdi. Kral torpaqlarında vahid pul sistemi tətbiq olunurdu. Ölkənin hər yerində yerli pullarla yanaşı kralın pul vahidi də qəbul olunmalı idi. Yəni bu da çox önəmli idi. Və bu pul islahatının keçirilməsi Fransanı iqtisadi cəhətdən də birləşməsinə kömək elədi. Kral pulları tədricən yerli pulları sıxışdırıb çıxartdı. 14-cü əsrin əvvəllərində şəhərlərdə sənətkarlıq və ticarətin inkişafı kənd təsərrüfatında əmtəə pul münasibətlərinin genişlənməsinə səbəb oldu. Bu dövrdə ölkənin çox hissəsi kralın mülklərini altında birləşmişdi.
4-cü Gözəl Filipin hakimiyyətinə baxaq. Deməli, Fransanın görkəmli kralı olan 4-cü Gözəl Filip 1285-1314-cü illərdə hakimiyyətdə olmuşdu. Onun dövründə Fransa müharibələrə çoxlu pul sərf eləmişdi və bu pul sərf elədiyi üçün onun xəzinəsi boşalmışdı. Boşalmış xəzinəni doldurmaq üçün 4-cü Gözəl Filip deməli vergiləri artırmağa məcbur olmuşdu. Flandriya qraflığı, yəni indiki Belçikanın ərazisini birləşdirməyə cəhd göstərmişdi. Mahut istehsalı və ticarət mərkəzi olan şəhərlərlə məşhur idi. Onun dövrü Flandriya siyasi cəhətdən formal olaraq Fransa krallığından asılı olsa da, burada baş verən üsyan nəticəsində bu formal asıllıq da ləğv edilmişdi. 4-cü Filip hərbi əməliyyatlar nəticəsində burada yalnız bir neçə şəhəri əldə saxlaya bilmişdi. Roma papası ilə aralarında münaqişə baş vermişdi. Roma papası 4-cü Filip arasındakı münaqişənin səbəbi kralın kilsə torpaqlarına vergi qoyması idi. 4-cü Filip papaya qarşı mübarizədə ölkənin bütün təbəqələrinin dəstəyini qazanmaqdan ötürü 1302-ci ildə deməli baş ştatlar çağırıldı. Yəni bu tarixdə biz bilirik ki, 1302-ci ildə Osmanlı dövləti yaradılmışdı və 1302-ci ildə ilk dəfə Fransada baş ştatların, yəni məclisin çağırılması ilə Roma papası ilə deməli münaqişəyə belə deyək də son qoyuldu. Kilsə torpaqlarına vergi qoyuldu. 4-cü Gözəl Filip qalib gəldi. Roma papasını özündən asılı vəziyyətə saldı və Roma papasının Avropada siyasi və dövlətlər arası münasibətdə nüfuzu sarsıldı. Sonra bu dövrün ən önəmli hadisələrindən biri də demək Fransa ilə İngiltərə arasında olan 100 illik müharibə təşkil eləyir. 100 illik müharibə 1337-dən 1453-cü ilə qədər olan tarixi dövrü əhatə eləmişdi. Təxminən 100 il davam etmişdi. 100 ildən də artıq davam etmişdi, bir müddətdə davam etmişdi və burada deməli 12-ci əsrin sonu, 13-cü əsrin əvvəllərində Fransa İngilis işğalı altında olan torpaqların əksər hissəsini azad etmişdir. Lakin İngiltərə kralı hələ də Fransadakı kiçik mülklərə sahib idi. Ona görə də 1337-ci ildə İngiltərənin Fransaya qarşı müharibəyə başlaması ilə 100 illik müharibə başladı. 100 illik müharibənin bir var səbəbləri, bir də var bəhanəsi. Gəlin bunları aydınlaşdıraq. Deməli, İngiltərə kralının hakimiyyəti altında olan cənub-qərbi Fransa əraziləri uğrundakı mübarizə, yəni bunun səbəbi idi. Flandriya uğrundakı rəqabət də səbəbi idi. Müharibənin başlanması üçün isə bəhanə var idi ki, bu da İngiltərə kralının Fransa taxtına olan iddiası idi. Lakin İngiltərə kralı buna nail olmadığı üçün müharibəyə başlamışdı. Müharibənin əvvəlində, yəni döyüşlərdə ingilislər dənizdə və quruda qələbələr qazanmışlar. 100 illik müharibə dövründə İngilis qoşunlarının sayı çox olsa da, deməli yaxşı təşkil olunmuşdu daha doğrusu. Ağır silahlı süvarilərdən istifadə etsələr də daha çox kəndlərdən ibarət piyada qoşuna güvənirdilər. Ayrı-ayrı qoşun növlərinin döyüşdə bir-biri ilə əlaqəsi yaxşı əlaqələndirilirdi. Bacarıqlı oxçular atlı qoşunun əməliyyatlarını dəstəkləyirdilər. Onlar nizələrlə yanaşı həm də uzun yaya malik olan oxlarla silahlanmışlar. Bütün hərbi qüvvələr baş komandana tabe idi. Yəni bu dediyimizin əsasında biz deməli İngilis qoşunları haqqında təsəvvürlərə sahib olduq. İndi gəlin baxaq görək Fransa qoşunları nə yerdə idi. Fransa qoşunları əsasən ağır silah növü ilə silahlanmışdılar. Süvari atlı cəngavərlərdən ibarət idilər. Bu cəngavərlər aşağı sosial təbəqələrə məxsus piyada
əsgərlərə nifrətlə baxırdılar. Orduda ayrı-ayrı iri feodalların dəstələrinə parçalanmışdı. Cəngavərlər öz hərəkətlərini az olan oxçular ilə əlaqələndirmək istəmirdilər. Kral yalnız öz dəstəsinə komandanlıq edirdi. Yəni bu da görünür ki, Fransa qoşunundakı bu boşluqlar İngiltərə qoşununun qarşısındakı onları aciz buraxmışdı. Yüzillik müharibəsinin gedişatında baş verən deməli döyüşlərə baxaq. Bu döyüşlərin biri 1346-cı ildə baş vermiş Kresi döyüşüdür. Kresi döyüşündə Fransız süvariləri sayca çox olsa da nizamsız şəkildə təşkil edildiyi üçün İngilis qoşunlarına məğlub oldular və İngilislər fransızları darmadağın etdilər. Sonra ondan təxminən demək 10 il sonra 1356-cı ildə Poitiers döyüşü var. Poitiers döyüşündə də Fransa ordusu sayca çox idi, lakin çox olmağına baxmayaraq məğlub oldu. Fransa kralı əsir düşdü. Deməli, Poitiers döyüşündə Fransa kralı əsir düşdü. Deməli, Poitiers döyüşündə fransızların məğlub olmasının səbəbi isə döyüşdə vahid komandanlığın olmaması idi. İngilis ordusunun oxçuların və atlı qoşunun fəaliyyətini doğru əlaqələndirməməsi olmuşdu. Müasir Fransa ərazisində baş verməsi, yəni eramızda 732-ci ildə baş vermiş Poitiers döyüşü var. Poitiers döyüşü deməli ərəblərlə franklar arasında baş vermişdi. Bir də 1356-cı ildə baş vermiş Poitiers döyüşü müasir Fransa ərazisində baş vermiş döyüşlərdən hesab olunur. Tarixdəki döyüşlərdən hesab olunur. Yeni Fransa kralı vaxt qazanmaq və qüvvələri yenidən təşkil etməkdən ötürü 1360-cı ildə İngiltərə ilə deməli ağır şərtlərlə sülh müqaviləsi bağladı. Bir də deyirəm 1360-cı ildə biz əvvəllər bu sülhün adını Bretigny sülhü deyirdik. İndi kitablardan bunun adı çıxdığı üçün deməli biz heç o sülhün adını demirik də. Sadəcə deyirik 1360-cı ildə ağır şərtli müqavilə imzaladı. Bu sülh dövründə Fransız ordusuna yeni meydana gələn toplardan istifadə genişləndi. Qoşunun sayı və kral qoşununun baş komandanlığının səlahiyyətləri artırıldı. Daha sonra deməli baxaq döyüşün gedişatına baxaq və döyüşün gedişatını dəyişdirən əsas döyüşə baxaq. Bu da deməli 1415-ci ildə baş verən deməli Azincourt döyüşü nəticəsində İngilislər Fransanın şimalını tutdular. Fransız xalqının müqaviməti ilə, yəni partizan müharibələri nəticəsində İngilislərin qəti qələbə qazanmasına mane oldular. Deməli 1420-ci illərin sonlarında deməli İngilislər irəliləyərək mühüm əhəmiyyət daşıyan Orlean şəhərini mühasirəyə aldılar. Orlean qalasının alınması Fransa qoşunun şimaldan və cənubdan mühasirəyə düşməsi ilə nəticələnə bilərdi. Orleanda Fransanın taleyi həll olunmalı idi və burada Fransanın taleyini dəyişdirən gənc qız Janna d'Arc'ın, yəni Fransanın belə deyək də deməli qəhrəman xanımı, qızı Janna d'Arc Orleanın mühasirəsini təşkil elədi və Yüzillik müharibəsinin gedişatında dönüş yaratdı. Janna d'Arc'ın aşağıdakı keyfiyyətlərinə nəzər salaq. Bu nədir? Hərbi taktikanı yaxşı mənimsəmişdi və deməli ruh yüksəkliyi yaşatmışdı. Əsgərlərin içərisində və ona qarşı inam yaranmışdı. Təhlükəli yerlərdə ən öndə gedirdi. Döyüşlərə vətən müdafiəsi kimi baxırdı və nəhayət 1429-cu ildə
deməli, Orlean ətrafında fransızlar qələbə qazandılar və İngiltərənin deməli məğlubiyyəti ilə nəticələndi. 100 illik müharibə zamanı ilk böyük qələbə hesab olundu. Janna d'Arc'ın fransız ordularında deməli qələbəyə inam yaradaraq qorxaq kralı xilas etməsi Jannanın xalq arasındakı deməli nüfuzunun artmasına, kralın və feodalların nüfuzunun isə aşağı düşməsinə səbəb olmuşdu. Ona görə də 1430-cu ildə Jannanı əsir götürdülər. Deməli və çox böyük pulun müqabilində deməli ingilislərə satdılar. Bu da ingilislər Jannanın hərbi uğurlarının əhəmiyyətini azaltmaqdan ötürü onu cadügarlıqda günahlandırdılar və İnkvizisiya məhkəməsi onu cadügar və bidətçi elan edərək onu edam elədi və beləliklə deməli müharibənin əsas döyüşündə əsas dönüş yaradan qızı və xalqın qəhrəmanını dırnaq içərisində cəzalandırdılar. 1453-cü ildə Fransa ilə İngiltərə arasında sülh müqaviləsi bağlanır. Bu 1453-cü il tarixdə baş verən hadisələr Konstantinopolun fəthidir. Sonra Həsən bəyin Bayandurlu taxtında bəylik taxtına əyləşdiyi ildir. Bir də 100 illik müharibənin başa çatdığı il hesab olunur. Müqaviləyə görə ingilislərin əlində yalnız Kale limanı qalır. Qalan torpaqlar, işğal elədiyi torpaqların hamısını Fransaya geri qaytarır. 100 illik müharibənin nəticələrinə baxaq. Fransa qələbə qazanır və torpaqlarını azad eləyir. Müharibədə Fransanın qalib gəlməsində kralın daimi qoşun yaratması və yeni silah olan toplardan istifadə mühüm rol oynamışdı. Ümumi düşmənə qarşı xalqın birliyinin mövcud olması, Fransanın iqtisadi inkişafını və təsərrüfatının tənəzzülə uğratması da yaddan çıxmamalıdır. İngiltərə müharibə xərcləri və işçi qüvvəsi itkisi isə onun iqtisadiyyatına əlbəttə ki, mənfi təsir göstərdi. 100 illik müharibə dönüş üsullarında mühüm dönüş nöqtəsi oldu. Toplardan istifadə, bir də cəngavər süvari qoşunlarının təşkil edilməsi. 100 illik müharibənin dövründə Jaklar üsyanı baş vermişdir. Jak fransız dilində kəndli deməkdir. Jaklar üsyanı deməli tarixdə Jaklar üsyanı 1300 deməli 58-ci ildə, bir dəqiqə, Jaklar üsyanı 1358-ci ildə başlamışdı. Deməli, bu nə demək idi? Bu 100 illik müharibədə Poitiers döyüşündəki uğursuzluq Fransanın bir çox ərazilərində xalqın qəzəbinə səbəb olmuşdu və bu da üsyanlara gətirib çıxartdı. 1358-ci ildə Fransada ən böyük kəndli üsyanı baş verdi, yəni kəndli Jak deməkdir. Bu Jaklar üsyanı kimi tarixə düşübdür. Zadəganlar kəndlilərə Jak dediyinə görə bu belə adlandırılmışdı. Deməli, Jaklar üsyanının əsas səbəbi nə idi? 100 illik müharibədə vergilərin artırılması, kəndlərin vəziyyətinin daha da ağırlaşması. Bu gətirib nəyə çıxartdı? Bəzi şəhərlərdə üsyançı kəndlilər tərəfinə üsyançılar deməli belə deyək də şəhərlilər üsyançı kəndlilər tərəfinə keçdilər. Kəndlər feodalların zülmündən kralın xəbəri olmadığını düşünürdülər. Feodallara qarşı xeyirxah kral uğrunda çıxış edirdilər. Feodallar kəndləri danışıqlara dəvət elədilər və bu zaman hiyləyə əl atdılar. Üsyan başçılarını ələ keçirdilər, üsyanı yatırdılar və Jaklar üsyanı nəticəsində üsyandan qorxuya düşmüş feodallar uzun müddət vergi artırmağa cürət etmədilər və bu da Jaklar üsyanının müsbət cəhəti hesab olunur. 14-cü əsrin ortalarında Avropada qara siçovullar tərəfindən yayılmış qara ölüm adlanan vəba epidemiyası yayılıbdır. Deməli, bu hadisə baş verib 14-cü əsrdə. Bütün demək olar ki, Avropanı bürümüşdü. Demək,
Ticarət əlaqələri epidemiyanın yayılmasına da şərait yaradırdı. Yəni bir-birinə gediş-gəliş etməsi bu epidemiyanın sürətlə yayılmasına səbəb oldu. O dövrdə insanlar vəbanın nədən qaynaqlandığını bilmirdilər. Bəziləri bunu Allah tərəfindən göndərilmiş cəza kimi qəbul eləyirdilər və deməli onlar hesab eləyirdilər ki, şeytanın tərəfindən törədilmişdi bu xəstəlik. Bəziləri isə yəhudilərin su quyularını zəhərlənməkdə, zəhərləməklə yaydığını düşünürdülər. Bu isə Avropada yəhudilərə qarşı düşmənçiliyin alovlanmasına səbəb olmuşdu. Yəhudilərə qarşı ən dəhşətli hücumlar Almaniyada baş vermişdi. Avropa tarixindəki ən dağıdıcı təbii fəlakət olan qara ölüm epidemiyası nəticəsində Avropanın əhalisinin yarıdan çoxusu həlak olmuşdu. Orta əsrlərin sonlarında əhəmiyyətli iqtisadi və sosial dəyişikliklərə səbəb olmuşdu. Bu zaman insan ölümünün çoxluğu ağır iqtisadi nəticələrə səbəb oldu. Ticarət azaldı və işçi qıtlığı əmək haqqının kəskin artmasına səbəb oldu. Ərzağa tələbat azaldı. Nəticədə qiymətlər aşağı düşdü. Demək, yaranmış vəziyyət kəndlərin təhkimçilikdən azad edilməsinə təsir göstərdi. Bax, mütləq bunu yadımızda saxlayırıq. Fransada mərkəzləşmiş dövlətin yaranmasının başa çatmasına baxaq. 100 illik müharibə Fransanı gücdən saldı, ümumi düşmənə qarşı xalqın birliyini inkişaf elətdirdi. Kral bu birlik duyğusundan mərkəzləşmiş dövlətin yaradılması prosesində istifadə etdi. Nəticədə 100 illik müharibəsindən sonra Fransada yarımçıq qalan mərkəzləşmiş dövlətin yaradılması prosesi davam etdirildi. Deməli, mərkəzləşmə prosesinin başa çatması 11-ci Ludovikin dövrünə təsadüf eləyir. 11-ci Ludovik, deməli, 1461-ci ildən 1483-cü ilə qədər hakimiyyətdə olmuşdu. Kral 11-ci Ludovikin dövründə Fransada mərkəzləşmiş dövlətin yaradılması prosesi gücləndi, həlledici mərhələyə daxil oldu. Belə ki, 11-ci Ludovik rəqiblərinə qarşı mübarizədə hiylədən istifadə edirdi. Onları bir-birinə qarşı mübarizəyə sövq eləməyi bacarırdı və onları bir-birindən ayırmaqla məğlub eləyirdi. Beləliklə 15-ci əsrin sonlarında nəhayət ki, deməli, Fransada vahid dövlət halında birləşməsi prosesi əsasən başa çatdı və bu mərkəzləşmiş dövlətin yaranması deməkdir. Mərkəzləşmiş dövlətin yaranması mütləq monarxiyanın, deməli, yəni kralın tək başına hakimiyyətinin yaranması deməkdir. Yeni tətbiq edilən illik vergi kral xəzinəsinin müntəzəm şəkildə gəlir gətirməyə bacarmışdı. Bu isə Fransada kral hakimiyyətinin güclənməsinə şərait yaratmışdı. Beləliklə 16-cı əsrdə Fransada artıq mütləqiyyət yaranmışdı. Mütləqiyyət kralın tək başına, deməli, qeyri-məhdud hakimiyyətinə deyilir. Kral bütün hakimiyyəti öz əlində cəmləmişdi. 1530-cu ildə deməli, Latın dilini rəsmi dil olaraq fransız dili əvəz etmişdi 1530-cu ildə. Ondan sonra 16-cı əsrin sonunda Fransa kralı etiqad azadlığı haqqında fərman verdi. Bundan sonra Fransada deməli katolik belə deyək də yanaşı kalvinizm də rəsmiləşdirildi. Deməli, kalvinizmin rəsmiləşdirilməsi 16-cı əsrin sonlarını götürürük. Reformasiyadan sonra Fransada dini müharibələr bürüdü. Dini və siyasi mübarizə nəticəsində 16-cı əsrin sonunda Fransada Burbonlar sülaləsi hakimiyyətə gəldi. Yəni 1594-cü ildən 1792-ci ilə qədər Fransanı Burbonlar sülaləsi deməli idarə etmişdir. Dərsimiz bu qədər. Dərsimizin bu yerinə qədər dinlədinizsə, xahiş edirəm səhifəmizi bəyənməyi və abunə olmağı unutmayın. Diqqətinizə görə təşəkkürlər.